Apro hospitalda ürəyinə stent qoyulan 56 yaşlı kişi vəfat edib. Sferas xəbər verir ki, bu barədə mərhum Cəmil Qafarovun həyat yoldaşı Zahirə Qafarova Xəzər TV-yə danışıb. Zahirə Qafarovanın iddiasına görə ərinin ölümünə səbəb həkim məsuliyyətsizliyi olub. Yoldaşımın vəziyyəti yanvarın 15-də evdə qəflətən pisləşdi. Təcili tibbi yardım çağırdıq. Onlar müdaxilə etdikdən sonra yoldaşım qismən özünü yaxşı hiss etdi. Sonra yenidən pisləşdiyi üçün bizə yaxın olan Apro hospitala apardıq. Həkimlər dedi ki, xəstə gizli infarkt keçirib. Sabah əməliyyata götürəcəyik. Əməliyyat olundu, vəziyyəti yaxşılaşdı və palataya köçürüldü. Bu əməliyyatdan 2 gün sonra kardioloq cərrah Rafiq Xəlilov xəstəyə ikinci stentin qoyulması üçün təcili əməliyyatın lazım olduğunu deyib. Əslində, həkim mənə demişdi ki, birinci əməliyyatdan ancaq 4 ay sonra yenidən stent qoyula bilər. Stent qoyuldu, həkimlə görüşdük, hər şeyin qaydasında olduğunu bildirdi. Yoldaşım palataya yerləşdirildi. Bir müddət sonra başqa bir həkim məlumat verdi ki, ürəyi dayanıb, ürək masajı edirlər. Bəlkə də ölmüşdü, bizə gec xəbər verdilər. Ən sonda dedilər ki, başınız sağ olsun. Kardioloq cərrah Rafiq Xəlilov bildirib ki, xəstə ürəyin kəskin koronar sindromu diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Damarı açıb stent yerləşdirdik. Amma xəstənin ümumi vəziyyəti də ağır idi. Digər damarlarda 70-80% darlıqlar var idi. Lakin 2 gün sonra vəziyyəti yenə də pisləşdi. Ailə ilə razılaşdıq. Bildirdik ki, bizim qoyduğumuz stentin tutulma ehtimalı var. Buna görə də ikinci dəfə əməliyyata aldıq. Lakin bu dəfə bütün səylərimizə baxmayaraq xəstənin ürəyi dayandı. Apro hospitaldan isə cavab olaraq bildirilib ki, ölümün dəqiq səbəbləri məhkəmə tibbi ekspertiza tərəfindən araşdırılır.